Salam, 9 Mart imtahana düşmüş mətnin izahına baxaq. Dear Damal is a traditional dance performed by the Sidi community in Gujarat, India. Dear Damal milli rəqsdir, hansı ki Sidi icması tərəfindən Hindistanda nümayiş olunur. The ancestor nəsillə bağlı falan, nəsli of the Sidi people came from Africa many centuries ago. Deyir ki, xalqın, Sidi xalqının nəsli Afrikadan gəlir, əsrlər öncədən. Although they have adopted the language and many customs of India, baxmayaraq ki, onlar Hindistanın dilinə və bəzi adət-ənənələrinə alışıblar, some of their African traditions have also been preserved. Onların bəzi Afrika adət-ənənələri də qorunub saxlanılır. In the past, Damal was performed by the cities after returning from successful hunting of wild animals. Keçmişdə deyir Damal, Sidi xalqı tərəfindən nümayiş olunurdu. Nə zaman nümayiş olunurdu? Vəhşi heyvanların uğurlu ovundan qayıdandan sonra. During the reign of the kings, kralların padşahlıq dövründə Damal was the main source of entertainment for the rulers. Rəqs, Damal rəqsi əsas mənbə idi, əyləncə, hansı ki idarə edənlər üçün. But nowadays this folk dance is performed by the farmers when their crop is ready to harvest. Ancaq bu günlərdə bu xalq rəqsi fermerlər tərəfindən ifa olunur, nə zaman ki onların məhsulu becərməyə hazırdır. They bend down in the field, onlar sahəyə doğru əyilirlər, make a half circle, yarım dairə əmələ gətirirlər, around the crops, yəni məhsulların ətrafında, and thank God for the crop they get, və Tanrıya əldə elədikləri məhsula görə təşəkkür edirdilər. People dance to the music, which is a mixture of African rhythms and Indian traditional music. İnsanlar musiqiyə rəqs edirlər, hansı ki Afrika ritminin və Hindistan ənənəvi musiqisinin qarşılığıdır. The dancers usually paint their faces and wear colorful clothing with peacock feathers. Deyir ki, rəqs edənlər, rəqsçilər, yəni üzlərini adətən boyayırlar və tutuquşu lələklərindən rəngarəng paltarlar geyinirlər. A unique feature of this dance is the action of throwing a coconut up into the air. Deyir, nadir xüsusiyyəti odur ki, bu rəqsin kokosu havaya tullayırlar, yəni yuxarıya, havaya tullayırlar. And breaking it with the head when it falls. Və düşəndə onu başları ilə qırırlar, belə deyək. Deməli, davamlı hardaydıq? Another breathtaking act is dancing on the fire. Breathtaking, nəfəs kəsici, unbelievable. Digər deyir, nəfəs kəsici deyək də, inanılmaz hərəkətləri də alovda, odda rəqs etməkdir. Damal can also be performed in the moonlight. Damal rəqsi həmçinin ay işığında da nümayiş oluna bilərdi. Damal, which originated 700 years ago, Damal hansı ki 700 il əvvəl yaranıb, is performed with some changes today. Nümayiş olunur, bəzi dəyişikliklərlə bugün nümayiş olunur. Suallarımıza baxaq. Məncə maraqlı mətn idi. Damal is always performed at sunrise. Oxuduq ki, moonlight-da da olurmuş. Dancers try to break coconuts with their hands yox, heads ilə idi. The clothing of the dancers is dark deyildi. Damal is a modern type of dance. İndi modern deyil. Damal kompozisiya, düzdür. Var idi ki, Afrika və Hindistan musiqisini birləşdirir. Bu düzdür. What do the farmers do when their crop is ready? Nə edirlər? Fermerlər məhsulları hazır olanda. Baxın, onu bayaq oxuduq. Gəlin baxaq. What do they do? Baxın, nowadays this folk, when their crop is ready to harvest, o zaman edilər. They bend down in the field, make a half circle around the crops and thank God for the crop they get. Deməli, baxaq. They pray to God for their crop, düzdür. They throw a coconut up into the tree, half ring.
Baxaq 1-4 ola bilər. Görək they throw a coconut up to the tree. Onu kokonatlar onlar mı edirdilər? Dancer edirdilər. Ona görə burada məncə daha doğru cavab 1 və 4 ola bilər. Half ring. 1-4 daha uyğun gəlir. The city people rejected following Indian customs demək olmaz. Baxaq görək demək olarmı? City people olan yerə baxaq. Deyir ki, başdan gəlin təhlil edək, araşdıraq mətndən. Dəqiqə. Deyir ki, have kept some African traditions. Elə A variantı doğrudur məncə. Perform damal after bad hunting, bad hunting yox, successful hunting. Refuse speaking the Indian language yox, bu səhvdir. Reject following, bunlar hamısı səhvdir. A variantı daha düzgündür. Baxaq mətndə də olmalıdır. Have kept some African traditions. Baxın, some of they kept African traditions. They adopted, baxın demir ki, reject elədi. Tad uyğunlaşırlar. Ona görə demək olmaz. The passage is mainly about the traditional dance of city people. Demək olar dancers deydi, figures deydi təkcə. Aha, C daha doğrudur. Bəli. Maintain, qoruyub saxlamaq, preserve, düzdür. Being the only one its kind, yəni nadir demək olar da. Unique varsa elə demək doğru olar. Doğru yazılıb. Kim yazıbsa. Unique varmı? Breathtaking var idi orada. Unique varmı? Gəlin baxaq. Bəli, unique var. Unique demək olar. During the reign of kings. Damal. Burada öz sözümüzlə dəyişməliyik cümləni. Baxaq nəyi dəyişə bilərik? During the reign. İkinci abzasda olmalıdır. Aha. Was the main. Baxın bu hissəni dəyişməliyik. Entertainment, amusement verə bilərdiniz. Ruler, idarə edənlər, leader verə bilərik. The main, the core, the important verə bilərdik. Elə 3 dənə dəyişdik. Bəsdir artıq. Source da mənbəni, nəsə vermək, origin da mənbədir. Elə də vermək olar. Yəni beləliklə 4 söz dəyişə bilərdiniz orada. Damal da the dance verə bilərdiniz bəlkə də. Yəni əsas maindir, source, entertainment, ruler'dır. Onları dəyişmək rahat olar. Deməli, opinion istəyən suala baxaq. Which dance is your favorite one and why? Sevimli rəqsini soruşur və nə üçün? Such as traditional, modern, it's flexible and... Baxın, burada bir dənə belly dance verir. Belly dance yəqin ki, bilirsiniz ki, göbək rəqsi o mənadadır. Siz də öz istədiyinizi yaza bilərdiniz ən azı 3 cümlə ilə.